Salamlar. Bugün saç için qəşəng məsləhətlərim var. Mənim saçlarım çox pis tökülürdü, yanmışdı, zədələnmişdilər və mən heç çox inanmırdım ki, saçlarım əvvəlki kimi uzun, qalın və həcmli olacaq, yəni sağlam olacaq. Amma ustam deyirdi ki, səbirli ol, zamanla hər şey düzələcək. Dedim ki, yox, ümidsiz baxımlara gedirdim. Saçımı da çox da sevmirdim. Sonradan dedim ki, yox, belə olmaz, saçlarını sev və ondan qulluq et. Əvvəl bu spreyin maskasını istifadə etməyə başladım. Saçlarımın uclarına tətbiq edirəm. 20 dəqiqə saxlayıb sonra yuyuram. 20 dəqiqə saxlayanda biraz da istiyə versəz daha yaxşı olar. Ondan bir tık daha münasib qiymətə isə bu maskadır. Yəni reklam falan deyil, istədiyiniz yerdən əldə edə bilərsiniz. Amma məndən soruşsan harda əldə eləmsən, mən öz saç ustamdan əldə edirəm, çünki o daha münasib qiymətə verir. Bunu da saçlarımı nəmli halda tətbiq edirəm, gözləyirəm 10-15 dəqiqə, sonra yuyuram. İndi bunu tətbiq etmişəm deyə tətbiq edə bilməyəcəm saçlarıma. Qoxusu da çox qəşəngdir. Bununla bir yerdə Elmirin saç baxımlarına da gedirdim. Təbii ki, kəsirdi biraz, yanıqlarını götürürdü və sonra isə nəmli bu spreyi tətbiq edirəm. Bunu çantanızda da daşıya bilərsiniz, saçlarınızı quru halda da tətbiq edirsiniz. Günəş şüasından qoruyur, zədələnməni, saçları ümumiyyətcə bərpa edicidir. Başa düşdünüz, qatqısı yoxdur. Qiymətlərini soruşsanız, mən təqribi deyə biləcəm ki, sizə bunun qiyməti yadımda deyil. Bu 40-45 civarı səhv eləmirəmsə, amma bunun maskası 70 civarı olmalıdır. Saçlarını bərpa etmək üçün biraz pula qıymaq lazımdır, azca. Spreydən istifadə etdikdən sonra saçlarımı darayıram. İndi isə sadəcə hava feni ilə qurudacağam. Düzləşdirmək kimi bir fikrim yoxdur. İndi görəcəksiniz ki, o maska necə mənim saçıma qəşəng həcm verəcək. Gördüğünüz kimi bax belədir. İndi biraz da azca fenlə hava verəcəm. İndi fenlə biraz azca forma verəcəm. Saçlarım üçün o qədər stres etmişdim ki, indi onu bu formaya gətirib çıxarmaq mənim üçün çox xoşbəxt istəyirəm özümü. Ona görə istəyirəm ki, saç barədə əziyyət çəkən xanımlar yararlana bilsin. Hazır. Her yaşın bir güzelliği var, en güzel çağımdayım. Ya gelir geçersin